Hər kəsə salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bu dəyişkən havalarda gününüz necə keçir? Oğlum yumurtalı çörəyi çox sevdiyi üçün yumurtalı çörək bişirdim. Bu qaba isə süzmə, qaymaq, çiçək balı, zeytun əlavə etdim. Biraz yumurtalı çörək, əlavə olaraq da öz hazırladığım pendir və kərə yağı. Budur, artıq səhər yeməyimiz hazırdır. Çiçək balının hazırlanma qaydası kanalımda var, izləyə bilərsiniz. Balaca oğlum hələ oyanmamışdan inəyi sağmağa gedirəm. Yol üstü itimiz Çuku hər zamanki kimi məni qarşılayır. Malların otunu, yemini, suyunu verib inəyi sağdım, buradakı işimi yekunlaşdırdım. Toyuqlara dəm verməyə gedəndə məni qarşılayan mənzərə heç də ürək açan olmadı. Kürt oturan toyuğumuzun bir neçə cücəsi yumurtadan çıxsa da, digər cücələr hələ tam çıxmamışdı. Toyuq yumurtaların üstündən durduğu üçün cücələr ölüb, çox heyif. Günorta yeməyi bişirməmişdən əvvəl göyərtilərin vəziyyətinə baxmağa gəldim. Acitələ biçiləsi vəziyyətə gəlmişdi, biraz ondan yığıb evə gəldim. Günorta yeməyi üçün kartof qızartdım, yanında biçdiyim acitələ və armud kompotu ilə süfrəyə verdim. Soyduğum kartofların qabıqlarını da qoyunlara verdim ki, yesinlər. Bir neçə gün idi ki, dəhşət dişim ağrıyırdı, axır dözə bilməyib həkimə getdim. Bir həftə yazdığı müalicədən sonra yenidən gedəcəm. Özümə bir fincan çay süzüb təzə kəşf etdiyim şirniyyatla içəcəm. Kanalım çox yenidir. Dəstək üçün abunə olmağı, bəyənməyi, yorum yazmağı unutmayın. Gələn görüşlərə dək.